süni intellekt çox yayılıbdır və çox sürətlə də yayılır. Deyirlər ki, süni intellekt zaman gələcəkdir, müğənniləri üstələyəcəkdir. Bugünkü gündə müğənnilərin əksəriyyəti ifalarını da süni intellektlə artıq ifa etməyə başlayıbdılar. Bir çox müğənnilər, bir çox sənətçilər, ondan sonra kliplərini də hətta süni intellektlə çəkməyə başlayırlar. Bu mövzuda sənin düşüncən necədir? Çox üzülürəm. Çox belə deyim, təəssüflər olsun. İndi burada nəyə üzülürsən? Üzülürsən ki, süni intellekt müğənniləri üstələyər, qazanc azalar yoxsa? Müğənnilər, bax bizi bunu yaradan. Sizdən çox xahiş edirəm. Sabah bürsün çörəksiz qalacaqsınız. Artıq toylara da dəvət almayacaqsınız. Doğrudan deyirəm. Bəli. Süni o mahnılardan qoyacaqlar, özləri oynayıb, özləri toylarını edəcəklər. Biz bunu edirik. Tamam, çıxdı bu şey. Türkiyədə də var. Bəli. Niyə müğənnilər axışıb gedib yazdırmırlar? Ay, sağ ol. Bir dənə elə bil ki, bir üzr istəyirəm, belə çox loru dildə çıxacaq. Yəni, deməyim məncə də, o da bir başlıq olmasın. Bir şey olanda elə bil bizdə olur birinci. Yəni, həqiqətən də gedib mahnını aranjirovka etdirirsiniz. Yəni, süni intellektlə? Hə, bəs o aranjirovşik nə qazanacaq, düzdürmü? Bəli. Sabah birisi gün deyək ki, klip də onun kimi, bu birisi də onun kimi. Özümüz özümüzə nə edirik biz? Biz bir-birimizə əslində dəstək olmaqdan, yəni əl-əli yuyar, əl də dönər, üzü yuyar. Ondan sonra nə bilim, bir də baxdın YouTube dedi ki, mən artıq süni intellekt, yəni mahnılarını dəstəkləmirəm, klipi dəstəkləmirəm. Bütün əməyimiz heç olacaq. Vallahi gəlin əvvəlki kimi, necə ki, belə deyək. Canlı kliplər, canlı mahnılar, bəli, canlı kliplər, canlı mahnılar. Çox da yönlənməyin. Yəni çox tanınmış müğənnilər artıq görmüşəm, adlarını çəkməyəcəm. Çünki özümə bəla axtarmıram. Ona görə də çoxu süni intellektlə mahnı çıxardır. Bəli, klip çəkdirirlər. Klip, mən də eləmişəm. Yazdırırlar. Klipim var idi mənim. Qonşudan geri qalma aksiyası. Klipim var idi mənim əslində. Bu Ömrüm Necəsən və Səndən Başqası Yalan remix şəklində. Süni intellekt deyil o, yəni ki, remix şəklində DJ dostumuz var, o hazırladı. Sonra dedik ki, klip çəkdirməyək, zaten üçünün də klipi var. Bir yüngülvari bir görüntü yaratdıq. Ona da çox peşman oldum, keşkə eləməsəydim. Çünki normal bir studiyada 2-3 rəqqaslarla görüntü alardıq. Bugün artıq Türkiyədə süni intellektlə olan klipləri YouTube bloklamağa başlayıb. İnşallah. Yəni ki, Azərbaycana da gələcək. İnşallah. Çox çəkməz. Çünki çox rüsət alıbdır süni intellektlə kliplər. Və hətta, bax, süni intellektlə olan mahnıları bugünkü gün toylarda o qədər hələ ki çox səslənmir. Amma ad günlərində, xırda məclislərdə, deyək də, banketlərdə demək olar ki, insanlar müğənnilərdən imtina edibdilər. Süni intellektlə olan maşınlarda, yəni maşınlarda hər kəs mahnıları o tərzdə məsələ dinləyir. Bəli. Ona görə də yəni sən məncə doğru vurğuladın ki, müğənnilər bu şəraiti yaratdılar. Özümüzə edirik, meyilli olmayın. Səsiniz nədirsə təsəvvür edin. Məsələ tanıyıram hansısa ki müğənnini, məsələ mən tanıyıram. Onun səs tembrinə bələdəm. Mən də tanıyıram elə. Sosial mediada baxıram, kim oxuyur bunu? Bir də baxıram mikrofon bunun əlindədir. Bu oxuyur. Siz o deyilsiniz axı, qurban olun. Siz o deyilsiniz. O süni intellektdir. Sadəcə sizin səsinizin tembrini götürüb ora yerləşdiriblər. Sözləri atırlar, səsinizi də ora qoyurlar. Və salam, bu sənətkardır bu, ayıb edərsin. Yəni lazım deyil, özünüz olun. Qoy sizi sevənlər belə sevsin. Sabah bir gün YouTube dəstəklənməyəndə, bütün sosial media atqaz edəndə süni intellektdən qalacaq savada. Ən azından bir dənə süni intellektlə mahnı işləyəndə, bir 5 dənə də canlı işləyin. Valla düz deyirəm, yəni bildiyimiz qaydada aranjirovka, səs yazısı və s. mix master.
Yəni əvvəllər necə işləyirdi elə yəni.